Salam Meleki. Bu soyuq havada güllərimin həyatdakı vəziyyətini çəkirəm. Daha doğrusu navesin altındadır da. Bu da navesin altında yığdıqlarımdır. Bunlar. Baxın. Yəni vəziyyətləri bunların yaxşıdır. Baxın. Burada pəncərənin önündə də var. Bayağı dondum soyuğa bak. Bu da qorumaya aldığım güllərim. Baxın qorumaya almışam hamısını. Begonvilimin oradan çiçeği çıxıb. Bu da lavantamdır. Bunu hələ almamışam qorumaya. Bura biraz isti kimdə kombinin süsü vurur deyiləm. Buraya hələ almamışam qorumaya. Amma orada da kombinin turbasının çıxan yeri vurur güllərə istilik. Budur buradakı güllərim. Buradan istilik gəlir. Bu da yeni pəncərənin önüdür. Bu da buradakı güllərim yenə. Bu gülüm var, yazıq soyuğa düşdü. Mən onu qorumaya ala bilmədim. Kala gülüm. Oraya tumucuqluyubdu özdə. Görürsünüz tumucuqluyubdu, tumucuqludur. O sarı tumucuğu deyəsən sağa rəngdə açacaq. Soyuq imkan verirsə açacaq. Bu da yenə Meksika petunyasıdır. Almadım bunu qorumaya, onsuz da qorumada saxladıqlarım var. O üzdən belə məhv olur gedirsə də kötüyü qalır. Kötüyü də qalmasa kökdən təzədən çıxır. Kökü torpağın altında yaxşıdır. Buraya da şüy dəkmişdim, odur. Qızıl güllərdir. Bu gülü də yenə almadım qorumaya. Fikirləşdim ki, bu dözər də soyuğa, yeri də belə biraz dalda yerdir. Bu da bənövşələrimdir, dağ bənövşələri. Qızıl gülümdür, sarmaşıq qızıl gülümdür. Sonra burada belə gülüm var. Budur. Sonra budur, bunlar. Bu kaktusumu da qorumaya aldım. Kaktusu soyuqda saxlayıram ki, bəlkə, bu açıq, bu da açıq. Amma bu var ya, bu deyirlər ki, çiçək açandır, amma məndə açmır. Deyirlər bu dağ kaktusu, çiçək açan, amma məndə açmır. Xalanxoyalarım tumucuqdur. Buradan nəsə isti verirlər. Bunlar da bu deyirlər Meksika petunyalarım. Yəni, istəyər olsa satırım, belə həyatda var. Gördüyünüz kimi, baxın soyuğa da dözür. Orada ben kürbancı güllərim də vardı. Çəkdim də yəqin göstərdim. Belə da çiçəklidir. Şimdi evdəki güllərimi göstəreyim. Gülüm də evdəki. Bu. Onu sağ olsun bir nərəm var, 11 ayındadır. Maneja koyduk, elə maneja koyduğumuzda geldi ilk işi bu gülü məhv eləmək olur. Yarpağını görün ne ediyor. Özü yemək istəyirdi, yarpağını əlindən aldıq, bıraktık. Harun bala, harun bala. Çünkü bunlar tuhafına dedik. Tuhafın bir saatten sonra Şey yandım. Bu da Monstera'nın sarı çiçeklisidir. Burada bir adamda bir şey düştü. Bakın sarı çiçekli. Sonra bunlar. Daha bu gülüm begonyam çiçeklidir.
Bayaq pəncərədən göstərdiyim güllər. Bu da teledendron. Bu elə bir yandan böyüyür. Ha vallahi bu teledendronu ümumiyyətlə alan adam peşman olmaz. Bu görürsüz bir yanında zoğu. Bu gül böyümə işinə baxır. Bu da fiyalkalarım. Bu da teledendronun bir növüdür. Suyu sevmirlər. Çox qulluq istəmirlər. Yəni dözümlü güldür. Elə tənbəl adamların gülü. Bu da mənim alakaziyam. Özü kimi xırda-xırda yarpaqlar açır da bu qırmızı. Bunu yəqin ki bir dəfə sizə çəkib göstərmişəm. Alakaziyamdır. Ayaq kitayskimdir. Bu da yine mum çiçeğinin bir başka növüdür. Məndə 3 növ mum çiçeği var. Bu da ağlı, yaşıllı deyim. Gün üzü görmür. Gün üzü görəndə ağ bəzəkləri olur. Amma ağlı, yaşıllıdır bu. Məndə monstera 5-6 növdədir. Xoşum gəlir deyə güldən. 5-6 növ var məndə. Monsteralar da qəşəng gül. Sonra bu gülün özü. Çiçeklerini Bursa'dan getirmiştim. Bunlar büyüdüler arkadaşlar. Artık şu an geçtiler. Baxın. Bunların böyle budamasını yapacak çiçeklerini. Budadıktan sonra tekrardan çiçek açmaya başlayacak. Bunları budadım. Bu sarıydı. Gösterin bu kadar. Şöyle mor gibi yani biraz. Lila rengi gibi. Bu dolu dolu. Yarım belə.